şükür edirik ki, Allah Subhanahu taala bizi müvəffəq edib İslam dinini yaşamağa, La ilahe illallah Muhammed Rasul kəlməsinə şəhadət verib və onu layiqincə yaşamağa cəhd etməyə bizə Allah Subhanahu taala ağıl verib, dərrakə verib, bilik verib. Bu Allah Subhanahu bizə verdiyi ən böyük nemətdir. Və Allah Subhanahu bizə verdiyi nemətlər çoxdur. Allah Subhanahu buyurur ki: "Və in ta'udu ni'metallahi la tuhsuha." Əgər siz Allahın nemətlərini sayıb qurtarmaq istəsəz, onu sayıb qurtara bilmərsiniz. Və sonra Allah Subhanahu ayənin axırında buyurur ki, Allah həqiqətən bağışlayan və rəhmədəndir. Allah Subhanahu nemətlərinin çoxluğuna görə bizdən təşəkkür etməyimizi, ona şükür etməyimizi, ona həmd etməyimizi hər şeyə görə tələb eləsəydi, biz insanlar məhv olardıq. Çünki biz insanlar nə qədər çalışsaq da, Allah Subhanahu bizə verdiyi saysız hesabsız, yəni sayıb qurtarıb bilməyəcəyimiz qədər nemətlərin şükrünü layiqincə əda edə bilmərik. Ona görə Allah Subhanahu buyurur ki, lakin Allah Teala bağışlayandır, rəhmədəndir. Yəni siz çalışın, bacardığınız qədər mənə şükür edin və mən də sizi bağışlayaram. Və bugünkü gündə də qardaşımızın övladının olması münasibəti ilə verdiyi bu əqiq məclisi, bu da Allah Subhanahu ona nemətin şükrünün bir təzahürüdür. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, hər bir doğulan övlad, yəni istər qız, istər oğlan, öz qurbanı ilə borcludur. Yəni öz qurbanına, həmin uşağın qurbanını mütləq vermək lazımdır. Oğlan uşağı üçün 2 qoyun kəsilir, yəni 2 qurban verilir. Qız uşağı üçün isə 1 qurban kəsilir. Və bu kimi əhkamlar, yəni adicə bir uşağın olmasına uyğun olan əhkamlar, uşaqla necə davranmaq, ona ad qoymaq və s. oğlan uşağın sünnət olunması, saçının qırxılması və s. bu kimi əhkamlar, bütün bunları hamısı göstərir ki, bizim şəriətimiz, yəni Muhammed sallallahu aleyhi və səlləmin gətirdiyi bu şəriət və bizə öyrətdiyi bu din tamdır və kamildir. Və heç kəsin Allah Subhanahu qarşısında bəhanə yeri yoxdur bu şəriətin qarşısında. Ona görə bu şəriət bütün aləmlərə, yəni istər Yahudi olsun, istər Xristiyan olsun, istər atəşpərəst olsun, hər bir millətə, bütün hamıya xitab olunur bu şəriət, yəni İslam şəriəti. Ona görə hər bir kəsin bu şəriətə iman gətirməyi vacibdir və iman gətirəndən sonra da bu şəriətə uyğun əməl etməyi vacibdir. Və Allah Subhanahu bizə verdiyi ən böyük nemət dediyimiz kimi İslam nemətidir. Və İslam kəlməsindən formalaşan söz müsəlman sözüdür. İslam sözünün mənası Allahın əmrlərinə və qadağalarına riayət edərək Allaha təslim olmaqdır. Yəni əmrlərə itaat edirsən, qadağalardan çəkinirsən. Bu İslamdır. Müsəlman isə bu mənada Allahın və Peyğəmbərinin əmrlərini eşidib itaat edən və qadağalarından çəkinən insandır. Müsəlman da budur. Və müsəlman La ilahə illallah kəlməsini şəhadət verməklə, Muhammed Rasulullah kəlməsini şəhadət verməklə artıq ilk olaraq Allah Subhanahu təkliyini, yəni Allah Subhanahu ibadətdə, itayətdə heç bir şərikinin olmadığını şəhadət verir. Yəni sən deyəndə ki, La ilahə, yoxdur ilah. Yəni ibadət olunan hər bir şey ilah deyilir. Sən deyəndə ki, La ilahə, yəni yoxdur ilah illallah, Allahdan başqa. Yəni mənim dolayısıyla mənası budur ki, ey Rəbbim, mənim səndən başqa ibadət olunacaq Rəbbim, ilahım yoxdur. Yəni mən namaz qılsam da sənin üçün qılacam. Sədəqə versəm də sənin üçün verəcəm. Oruç tutsam sənin üçün tutacam. Valideynlərimə yaxşılıq eləsəm, onu da sənin üçün edəcəm. Hər bir əməl ver. O işi ki, Allah sevir və ondan razı qalır, bütün bunların hamısını Allah üçün edəcəksən. Və Muhammed Rasulullah kəlməsi isə
şahadət verməkdir ki, mən şahadət edirəm ki, Məhəmməd Allahın Peyğəmbəridir, elçisidir. Bu şahadətin mənası nədir? Sadəcə Məhəmməd Peyğəmbərin Peyğəmbər olduğunu qəbul etmək yox. Həm də Peyğəmbərin sallallahu aleyhi ve sellemin şəriətinə itaat etməkdir. Necə ki, bir insan, yəni hər birimiz ailə sahibiyik. Hər birimizin evində ailəsi var, uşağı var. Əgər bir ata, bir valideyn evdə söz danışırsa, söz deyirsə, lakin onun sözünə evdə qulaq asan yoxdursa, həmin insan özünü nə qədər xoşbəxt hiss edə bilər? Özünü nə qədər sayılmış, seçilmiş insan hesab edə bilər evində? Təbii ki, insanın qəlbi sıxılar elə bir halda. Əgər söz deyirsə evdə, ailədə siz onun sözünü qulaq asmırsa, təbii ki, insan sıxıntı keçirər. O insanın haqqı tapdalanar. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də belədir. Bizim iman gətirdiyimiz hər bir müsəlmana görə Peyğəmbər sallallahu qiyamət günü sevinəcək. Və biz Peyğəmbər sallallahu aleyhi ve sellem itaat etməyəndə, biz Peyğəmbər sallallahu aleyhi ve sellemin haqqına girmiş oluruq. Çünki Allah Teala onu bizim üçün seçmiş, bizə bir Peyğəmbər elçi göndərmişdir ki, biz o Peyğəmbərə itaat edək. Və bizə göndərilmiş o Peyğəmbər də, yəni Muhammed sallallahu aleyhi ve sellem bizə qarşı hədsiz mərhəmətlidir, hədsiz dərəcədə. O vaxt namaz fərz olunanda Allah Subhanahu namazı 50 vaxt fərz eləmişdi. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem Allah Subhanahu yalvararaq, dua edərək həmin namazları 5 vaxta saldı bizim üçün. Niyə görə? Mənim kimi, sənin kimi, onun kimi insanlar namaz qıla bilsinlər. Amma bugünkü gündə Peyğəmbər sallallahu bu qədər mərhəmətli olmağına qarşı insanlar bir vaxtda namaz qılmaq istəmirlər. Və bu da təbii ki, Allah Subhanahu qarşı, Allah Subhanahu göndərdiyi Peyğəmbərə qarşı naşükürlük əlamətidir. Buna görə hər bir insan şəhadət gətirəndən sonra, La ilahə illallah, Muhammed Rasulullah kəlməsini şəhadət gətirəndən sonra, bu kəlməni haqqı ilə deyəndən sonra ikinci əməli Peyğəmbər sallallahu şəriətinə itaat olmalıdır. Və itaatinin də bariz nümunəsi gündəlik 5 vaxt namazın qılınmasıdır. Və bizim cəmiyyətdə çox təəssüf ki, çox mənfi fikir formalaşıb ki, namaz qılmaq mollalıqdır. Namaz qıldınsa və dünyadan məhrum oldun, özünü saldın, zindana saldın və s. Xeyr. Bu, Sovet imperiyası dövründə, Sovet hakimiyyət dövründə insanların şuuraltı hazırlanmış bir düşüncəsidir. Şuuraltı düşüncədir. Əgər şuurüstü düşüncə olsaydı, insanlar dərk edərdilər bunu. Lakin bizim cəmiyyətdə bu şuuraltı bir forma alır. Ki, insanlar bunu dərk eləmirlər. Elə bilirlər ki, namaz qılsa və salam. Adam var ki, eşləndə ki, oğlu və ya qardaşı və ya filankəsi namaz qılır, dəhşət edib ki, şoka düşür. Yəni, bu nədən ibarət? Niyə görə belədir? Ona görə ki, onun şuurunun altında yatmış fikirlər var. Xəstə fikirlər var, anormal fikirlər var və o fikirləri normallaşdırmaq lazımdır. Və ondan normallaşdırması üçün, əgər deyirsən ki, mən müsəlmanam, özü müsəlman hesab edirsənsə, aç Quran-ı Kərimi, qoy qabağına, Fatihə surəsini oxu. Allah Subhanahu buyurur ki, İyyəkə na'budu və İyyəkə nəstəin. Fatihə surəsinin ayələrindən birində Allah Subhanahu buyurur ki, biz sənə ibadət edirik və yalnız səndən kömək diləyirik. Bu Quran-ı Kərimin ən birinci surəsinin bizə olan xitabıdır. Ki, biz sənə ibadət edirik. Sən necə ibadət edirsən öz Rəbbinə? Namaz qılırsanmı? Çünki namaz ibadətlərin tacıdır. Ona görə o müsəlman ki, iman gətirər Allaha və Rəsuluna, yəni Allaha iman gətirər, Allaha şərik qoşmaqdan, ortaq qoşmaqdan xilas olarsa və sonra namazlarını qılarsa və namazdan bağlı digər ibadətləri yerinə yetirərsə, Allah Subhanahu onun qəlbindən dünya və axirət sıxıntılarını götürər. Ona görə baxsaq biz dünyanın ən inkişaf etmiş ölkələrinə, məsələn, Avstraliyada böyük şəhərlərinin birində böyük kazinolar var, yəni qumarxanalar. Yəni, bu da hiyləgərlikdir, çünki bəzi şeylərin adlarını dəyişirlər, müasir, yeni bir ad, maraqlı bir ad qoyurlar və yaxşı reklam edirlər. Əvvəl araq deyirlər, indi məsələn, cür adlar qoyurlar, viski qoyurlar, nə qoyurlar və s. ki, bu viskidir məsələn, amma hamısı eyni şeydir. Həmin o şəhərdə gündə neçə insanlar, hamısı varlı, karlı insanlar, yəni milyonerlər,
özləri intihar edirlər. Və maraqlısı odur ki, psixoloqlar araşdırırlar ki, burada udan da intihar edir, udzan da intihar edir. Yəni, baxırlar ki, mesela biri 1 milyon puludur bir gecədə, gəlib intihar edir, özünü atıb körpüdən dənizə, intihar edir. Və araşdırırlar ki, nə üçün intihar edir? Səbəb odur ki, çünki həyatının mənasını tapmır. Həyatında məna görmür bu insan. Yəni, deyir ki, puldur, var, dövlətdir, ya onun üçün yaşayıramsa, hə, onu da əldə eləmişəm. Amma dünya sıxıntısından qurtara bilmir. Və ya, məsələn, görür ki, məsələn, kimsə qərb ölkələrindən birində, məsələn, hündürlüyü 1 kilometr olan körpüdən ayağına rezin bağlayır, kullanır oradan. Çünki o həyatda ondan başqa bir məna almır, zövq almır həyatdan. O həyatın heç bir mənasını dərk eləmir. O elə bir ki, ancaq həyatda nəsə bir şeylə çıxartmaq lazımdır. Və ya qeyri-ayrı hərəkətlər edirlər. Bu, müsəlmanların içində də ola bilər. Məsəl üçün, ərəb ölkələrində, bir çox ərəb ölkələrində görürsən ki, cavan uşaqdır, namaz qılmır, avaralıq edir, maşını 2 təkər edir və gedə-gedə təkərini də dəyişir üstündə. Yəni, bu nədən eləyir? Çünki bu həyatının mənasını bilmir. O bilmir nə üçün yaşayır. Əslində, bu kimi şeylər acınacaqlıdır cəmiyyət üçün. İnsan nə üçün yaşadığını dərk eləməlidir. Və biz bunu dərk eləmək üçün biz mütləq Allah Subhanahu iman gətirib, Peyğəmbər s.ə.və iman gətirməliyik və Peyğəmbər s.ə.və bizə buyurduğu gözəl, nurlu, pak şəriət itaat etməliyik. Şəriət sənə pisliyə aparan heç bir şey əmr eləmir. Adi bir nümunə gətirim, başağılı olmasın. Peyğəmbər s.ə.və buyurur ki, birinizin evinin qabağında bir çay axarsa və həmin o çayda o insan gündə 5 dəfə gedib çimərsə, onun üzərində çirkdən bir əlamət qalar, təbii ki, qalmaz. Peyğəmbər s.ə.və buyurur ki, namaz da belədir. Gündə 5 vaxt namaz insanın pis işlərini çəkindirər. Ola bilər, insan namaz qılsın, namaz qıla-qıla içki içsin və ya namaz qıla-qıla ələ-əyrə olsun və hansısa başqa bir xoşa gəlməyən əməl eləsin. Lakin namaz qıla-qıla o bir dəfə eləyəcək, özündən utanacaq, 2 dəfə eləyəcək, utanacaq, 3 dəfə eləyəcək, utanacaq və nəhayət namaz onun üstün gələcək. Yəni, namazın insanı pis işlərini çəkindirməyi budur. Ona görə Allah Subhanahu deyir ki, Allah Subhanahu bizi həqiqi mənada La ilahe illallah Muhammed Rasul kəlməsini deyib, onu yaşayan insanlardan etsin. Və Allah Teala bizim hər birimizi Allah Subhanahu daim səcdə edən bəndələrindən etsin. Ki, Allah biz həmişə uca Rəbbimizin qarşısında səcdə edərək Allah Subhanahu qarşısında şərəfli və izzətli bəndələrini çevririk. Və bir daha Allah Subhanahu deyirəm ki, Allah Subhanahu qardaşımızın övladına xeyir və bərəkət nəsib etsin. Allah Subhanahu onu İslam üzərində yaşayan bəndələrindən etsin və Allah Subhanahu onu və ailəsini xətadan və bəladan qorusun.